Mərkəzi Kəşfiyyat İdarəsi onu tarixin ən təhlükəli super casusu adlandırırdı. Amma o, milyonlarla dollar qazanmaq üçün yox. Sadəcə bir dəst alət, bir də balıqçılıq qarmaqları üçün işləyirdi. Sovet İttifaqı general-mayoru Dmitri Polyakov tam 25 il boyunca Moskvanın ən məxfi hərbi sirlərini Amerika Birləşmiş Ştatlarına ötürüb. Onu bu yola çəkən pul yox, Sovet rejiminin korrupsiyasına, bir də Stalin dövrünün repressiyalarına olan dərin nifrəti idi. Amma hər şeydən əvvəl ürəyindəki o böyük ata ağrısı idi. Nyu-Yorkda xidmət eləyəndə balaca oğlu ağır xəstələnir. Polyakov uşağın müalicəsi üçün Moskvadan pul istəsə də, rəhbərlik onu rədd eləyir və uşaq gözlərinin qabağında ölür. Bax bu faciə generalın içindəki o qisas alovunu yandırır. Həyat yoldaşı ilə o biri uşaqları isə onun bu gizli dünyasından tamamilə xəbərsiz olurlar. Polyakov Amerikan kəşfiyyatına Çinlə Sovet İttifaqı arasındakı o dərin düşmənçiliyi xəbər verərək Prezident Niksonun tarixi Çin səfərinə şərait yaradır. Moskvadakı gizli fəaliyyəti vaxtı isə işıq dəyən kimi özünü məhv eləyən xüsusi lentlərlə sənədləri şəklini çəkir və onları saxta daşların içində gizlədib ötürür. Ən nərbəsi də odur ki, Sovet kəşfiyyatı 1/4 əsr boyunca öz içindəki bu sızmanı tapa bilmir. Polyakov ancaq 1986-cı ildə Amerikanın öz içindəki Sovet casusları Aldrich Ames və Robert Hansen'in xəyanəti ilə ifşa olunur. Və 1988-ci ildə dövlətə xəyanət ittihamı ilə güllələnir. O tutulanda ailəsi şoka düşür. Normalda satqınların ailəsini də sürgün eləyirdilər. Amma generalın yoldaşı ilə uşaqları bu işdən tam xəbərsiz olduqları üçün Dövlət Təhlükəsizlik Komitəsi onları həbs eləmir. Amma yazıqlar ömürlərinin sonuna qədər xainin ailəsi damğası ilə ağır təzyiqlər altında yaşamağa məhkum olurlar. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbərlərinə görə Polyakov soyuq müharibənin taleyini dəyişən ən vacib adam idi. Bəs sizcə, o öz idealları və itirdiyi oğlu üçün vuruşan bir qəhrəman idi, yoxsa and içdiyi vətənini satan bir xain? Rəylərdə yazın.